Herkese salam. Bugün magistratura səviyyəsi üzrə imtahana hazırlaşanlar üçün DİM-in ingilis dili toplusundan passive voice bölməsinə baxacaq. Başlayaq birinci testimizdən. We never saw him in the dining room. A maid took all his meals up to him. Baxaq cümləmiz hansı zamandadır? Past simple-da, keçmiş sadə zamanda. Ona görə Y variantımız avtomatik çıxır. Çünki active voice-dan passive voice cümləni çevirərkən onun zamanı qəti halda dəyişmir. Sonra baxırıq cümləmizdə never var, inkarlıq bildirir. Deməli, inkar olan cümlələri seçməliyik. C variantımız təsdiqdədir. Bunu da çıxırıq. Baxırıq cümləmizin mübtədasını və tamamlığını tapırığından sonra mübtədamız olur, subjectimiz olur we, tamamlığımız, objektimiz olur him. We ilə him yer dəyişir, him gəlir subject yerinə, we gəlir object yerinə və bu zaman subject pronouns, object pronouns'a, object pronouns, subject pronouns'a dəyişir. Deməli, cümləmiz başlayır, him gəldiyinə görə mübtəda yerinə he ilə başlayır. Deməli, D variantımız da gedir. Qalır A və B variantı. He wasn't seen in the dining room. He was never seen in the dining room. Hər iki cümlə doğrudur. Ona görə ikinci hissəyə baxırıq. A maid took all his meals up to him. Hansı zamanda cümlə? Past simple-da. A variantındakı ikinci cümlə isə keçmiş davam edici zamandadır. Past simple continuous'dadır. Ona görə də A variantımız çıxır. Düzgün cavabımız olur B variantı. Keçirik ikinci sualımıza. What seas and oceans surround the Great Britain? What seas and oceans is Great Britain surrounded by? A variantımız düzgündür. Baxaq görək nəyə görə digər variantlar səhvdir. What seas and oceans Great Britain is surrounded by olmaz. Çünki mütləq şəkildə ya to be istifadə olunursa köməkçi feil mübtədadan əvvəl gəlməlidir. Ona görə B, C çıxır. Hər ikisində də mübtədadan sonra gəlir. D, Y variantlarda ona görə çıxır ki, Great Britain təkdədir. Ona görə ar olmaz, iz olar. Düzgün cavabımız 2-də olur, A variantı. Üçüncü testimizə baxırıq. Do your parents often buy you such expensive presents? Cümlə hansı zamandadır? Present simple, yəni indiki sadə zamanda. Baxırıq variantlara. A variantında was var, keçmiş zaman var. A variantı avtomatik çıxsın. Deməli, seçirik cümləmizin tamamlığını və mübtədasını. Burada your parents mübtəda, you isə tamamlıqdır. Səndən soruşursa, mən deyə cavab verirsən. Ona görə cümlə I ilə başlamalıdır. B variantda çıxır. Sonra passive voice cümlələrdə mütləq şəkildə xəbərin quruluşu to be və ya köməkçi feil plus past participle, yəni verb 3 olur. Feilin üçüncü forması. Baxırıq C-də də to be yoxdur, am olmalıdır. Yoxdur, C-də çıxır. D və Y qalır. No, I'm never bought such expensive presents. D variantı düzdür. Y variantında səhv olan nədir? Them. Them'dən əvvəl buy them gələrdi. No, I'm never bought them such expensive presents. Düzgün cavabımız olur D variantı. Baxırıq dördüncü testimizə. They produced a lot of cotton in Turkey last year. Cümləmizin mübtədası they, tamamlığı isə a lot of cottondur. Yer dəyişdikdə a lot of cotton gəlir olur mübtəda. Ona görə Turkey olmaz. A variantı Turkey yer zərfidir. They olmaz. A lot of cotton olar. Burada da were olmazdı. Was olardı. C də ona görə çıxır. Keçirik. A lot of cotton was produced in Turkey last year. Düzgün cavabımız D variantıdır. Y niyə görə səhvdir? Y-də had been yazılıb ona görə. Zaman dəyişməməlidir. Hansı zamanda o zamanda qalmalıdır. Ona görə 4-cü cavabı olur D. 5-ci testimizə baxaq. Who has been painted these wonderful pictures? Baxırıq. These wonderful pictures cəmdədir. Ona görə have olar. A variantı gedir. Who have been these wonderful pictures been painted by? B düzdür. B qalsın. By whom these olmaz. Have gəlməlidir mübtədadan əvvəl. D-də də have əvvəl gəlməlidir. C-də getdi. Y-də isə has olmaz. Y-də getdi. Düzgün cavabımız 5-də olur B. 6-cı testimizə baxırıq. Great research has been done upon Shakespeare's writing. Düzgün də has been done. Düzgün quruluşdur. Bir düzdür. The farmers found the treasure buried long ago. Active voice düzgün deyil. Many English kings and queens were buried in Westminster Abbey. 3 düzdür. The sums done by the students were wrong. 4 səhvdir.
Deməli, cümlə əgər zeri, zera, zervör, zervozla başlayırsa, həmin cümlələr passive voice-a çevrilmir, keçirilmir və əgər cümlənin sonunda to be plus adjective ilə bitirsə cümlə, məsələn, bu cümlədəki kimi were wrong, to be plus adjective ilə bitib. Həmin cümlələr passive voice sayılmır. 5-ci cümlədə passive voice deyil. We have been to the Tower of London this week. Bu niyə sayılmır? Have been-dən sonra mütləq şəkildə bir feil gəlməlidir. Ona görə active voice sayılır. Düzgün cavabımız olur 1, 3. Keçirik 7-ci testimizə. My father collected stamps when he was a boy. 7-ci testimiz passive voice deyil. Sadə active voice-dur. 1 çıxır. Many interesting books were collected in our schools for the hospital last year. 2 düzgündür, passive voice-dur. The postcards collected by the children were very colorful. Dedik ki, to be plus adjective passive voice sayılmır. Jane has been elected the monitor of the class. Jane seçilibdir. Düzdür. The pupils elected the monitor in September. Bu active voice, passive voice deyil. Uşaqlar seçib, şagirdlər seçib olur. 7-nin düzgün cavabı 2 və 4 olur. Keçək 8-ə. Who were the telegrams delivered by? 8-də. 1 düzdür. Were the cakes cooked by the maid tasted? 2 düzdür. 3 səhvdir nəyə görə? Were the telegrams sent by the representatives? Were illegible. Illegible adjectivedir. To be plus adjective passive voice sayılmır. Eyni şəkildə talented də adjectivedir. Ona görə 4 də passive voice sayılmır. Düzgün cavabımız 8-də 1, 2. Keçək 9-cu testimizə. Who were the essays written by? 1 düzdür. Kim tərəfindən yazılıb essaylər? Were the cakes tasted by the cook? Baked yesterday. 2 də düzdür. 3. Confidential 4 isə furiously qutarıb. Prediktiv cümlə hər ikisi də adjective sifət sayılır. Ona görə 3 də səhvdir, 4 də səhvdir. Düzgün cavabımız 9-da 1, 2. 10-cu testimizə baxaq. The committee has already sent us their booklets and price lists. The committee has already been sent the booklets and price list. Bu düzgün deyil. Nəyə görə? Biz passive voice-a çevirəndə mütləq şəkildə mübtəda tamamlıq yer dəyişməlidir. Bu cümləmizin isə mübtədası the committeedir. 2 tamamlığımız var. Bir us, bir də their booklets and price list. Deməli, birinci variant avtomatik səhvdir. İkinciyə baxaq. We, deməli, ikincidə us gəlir mübtəda yerinə. We have already been sent the committee's booklets and prices. 2 düzdür. The booklets and prices lists have already been sent to the committee. Komiteye göndərilmiş. Sent us bizə göndərilir. 3 də səhvdir, 4 düzdür. The committee's booklets and price lists have already been sent to us. 2, 4. Keçirik 11-ci testimizə. Which sentences can be changed into the passive voice? Deməli, bu cümlələr hamısı verilib active voice-da və bəziləri passive voice-a çevrilə bilir. Biz seçirik ki, hansı çevrilir. There were thousands of people waiting impatiently in the queue. Dedik ki, zeri, zera, zervo, zervo ilə başlayan cümlələr passive voice-a çevrilmir. Bir çıxır. They didn't give me the information I needed. 2 düzgündür. Çünki cümlənin mübtədası var, tamamlığı da var. Dəyişir işarət. Dangerous driving causes many accidents. Cümləmizin mübtədası dangerous driving, tamamlığı many accidents-dir. Bu da dəyişir. 3 də düzdür. The peasants' well-being depends on a good harvest. 4 səhvdir. Olmur dəyişmək, aktivə, passivə. A friend of ours is repairing the roof of the building. A friend of ours mübtəda, the roof of the building tamamlıqdır. Onlarda yeri dəyişikdə passive voice yarada bilirik. 11-də düzgün cavabımız olur 2, 3, 5. Baxaq 12-ci testimizə.
Dinner prepared by them has been ready since 10 o'clock. Has been'dən sonra burada ready sifət gəlib hazırdır. Ona görə də active voice hesab olunur bu cümlə. Bir çıxır. Their tent has been torn by the storm. Düzgün quruluşdur, 2 qalır. He has been abroad on business for a long time. Had been abroad. Abroad yer zərfidir. Olmaz. Mütləq şəkildə past participle verb 3 gəlməlidir. 3-də çıxır. He has been hurt in the battle. 4 düzgündür. 12-də düzgün cavab olur. 2, 4. 13-də. You have been late every morning this week. You have been'dən sonra late gəlib. Zərfdir, olmaz. A variant birinci səhvdir. The typing paper has been used up. 2 düzdür. Visitors are required not to feed the animals. 3-də düzdür. Is there? There hasn't been. 4-də 5-də hər ikisi there is, there are, there has, there have been-lə başlayır. Ona görə də 4-də səhvdir, 5-də səhvdir. Düzgün cavabımız olur 2, 3. Keçək 14-cü sualımıza. More than 600 pieces of music were composed by Mozart during his short life. 14-cü testimizdə biri düzgündür. Were composed. Düzdür. Baxırıq ki, The Marriage of Figaro and 41 symphonies composed by Mozart brought him a worldwide fame. 2 yanlışdır. Yəni active voice-dadır, passive voice-da deyil. 2-də çıxır. This great classical music was written by Mozart when he was 6. 3 qalır. Is the recommendation written by your teacher of great importance in applying for a job? 4-də active voice-dadır. Düzgün cavabımız olur 14-də 1 və 3. Keçək 15-ə. Internet has become more widely accepted by the youth. Bu sadə cümlədir, active voice-dadır. 1 çıxır. Highly priced shares are popular among visitors. 2-də çıxır. To be-dən sonra sifət gəlib deyə. Large departments were broken down into smaller units. 3 düzgündür. The letter has been sent. 4 düzgündür. Nəzərə alın ki, baxın, has become active voice-unda has been olardı. Bir ona görə çıxır. İkincidə isə to be-dən sonra gəlib adjective gəlməzdi. Past participle gəlməlidir. 2-də ona görə çıxır. Düzgün cavab olur 3-dür. Keçirik 16-cı sualımıza. 16-cı sualımızda baxırıq. Birincidə The worker sent by you has been here since morning. Has been-dən sonra zərf gəlib. Zərf olmaz, past participle olur. 1 çıxır. The jacket has been worn by her sister. 2 düzdür. The festival organized by the committee was over. Düzgün deyil. The road was blocked in both directions. Düzdür. 16 düzgün cavab 2, 4 olur. Birincidə dedik ki, has been-dən sonra zərf gəlib, zərf gəlməzdi. Üçüncüdə isə was-dan sonra past participle gəlməlidir. Yenə past participle gəlməyib. Ona görə düzgün cavabımız 2, 4. 17-yə baxaq. Was the dinner made by mother tasty? Cümlə tasty, yəni sifətlə bitib. Deyir, ananın hazırladığı qəlyanaltı dadlı idi. Ona görə 1 çıxır. Was the speech made by the man welcomed? 2 düzgündür. Was the speech welcomed by the audience interesting? Interesting sifətdir. Cümlə sifətlə bitirsə, to be də əvvəlində gəlir. Ona görə active voice-dur. Was the dinner made by you? Deyir, qəlyanaltı ya günorta yeməyi sənin tərəfindən mi hazırlanır? Düzgün cavabımız olur 2 və 4. 18-ci testimizə baxırıq. He was sent to London last week. Düzgündür. O, keçən həftə Londona göndərilib. Deməli, düzgün cavabımızın biri 1-dir. Baxırıq ikinciyə. There has been, dedik ki, there ilə here ilə başlayan cümlələr passive ola bilmir. 2 çıxır. The guests were asked to enter the hall. Düzgündür. Is there is there olmur. Çıxdı. Is this the man invited to the meeting? Bu da active voice olan cümlədir. 18-də düzgün cavabımız olur 1, 3.
Keçir 19-a. 19-da. When I woke up, which sentences can't be used in the passive voice? Bəzi cümlələr var ki, onlar passive voice çevirmək mümkün deyil. Baxaq hansılar çevrilir, onları seçək. When I woke up, the postman had already brought the papers. Bu cümlə passivdə istifadə oluna bilər. 19-da bir istifadə olunar deyə. Çünki cümləmizdə postman subjectdir, papers da objectdir. Bu çevrilə bilər deyə. Birinci variantımız çıxır. Çünki bizdən soruşur ki, hansılar çevrilə bilməz? Bilənləri çıxırıq, bilməzləri seçirik. What has happened? Why is she crying? Cümlənin objekti yoxdur. Ona görə də ikinci variant düzdür. 2 çıxar. 2 dönə bilmir passivə. I think you should discuss these problems with your parents. Bu da düzdür. You tamamlıqdır, mübtədadır. This problem isə tamamlıqdır. 3 də çıxır. Keçə bilər, çevrilə bilər. 3 də çıxır. Düzgün variantımız olur 2 və 4. Such matters always occur in linguists. 4-cü cümlə passive voice-a çevrilmir. Düzgün cavabımız 19-da olur 2 və 4. Baxaq 20-yə. Yenə hansı passive voice çevrilmir onu soruşur. You should explain everything in details. Cümlədə mübtəda var, tamamlıq da var. Bir çıxır, bir çevrilir. After his friend's departure, he hurried home. 2 də hurried home, evə tələsirdi. Yer zərfi var. Cümlənin tamamlığı yoxdur. 3 çıxır. No, 1 də çıxdı. No. Aha, 1 çıxır. 2 düzgündür. The competition will take place in 2 days. 3 də dönə bilmir. Çünki ancaq mübtəda var, tamamlıq yoxdur. Düzgün cavabımız 2-3. Seeing me enter the hall, she made me stop. She mübtədadır, me tamamlıqdır. Ona görə də 4 də çevrilə bilər. Düzgün cavabımız olur 20-də 2, 3. Keçək 21-ci testimizə. The government has raised the prices lately. Which sentence can be used in passive voice? Burada soruşur ki, passive voice istifadə edə bilərik. Passive voice çevirə bilərik. Bir düzgündür. The government subjectdir. The prices objectdir. Yerlərini dəyişib passive voice edə bilərik. Bir düzdür. The prices has risen recently. Olmur. Çünki cümlədə necə deyim, tamamlıq yoxdur. 2 səhvdir. The mother laid the baby on the sofa. Bu da düzdür. Mother tamam mübtədadır. The baby tamamlıqdır. Cümlə passive voice olar. He lay under the tree and began to dream. 4 də çıxır. Düzgün cavabımız 21-də olur. 1 və 3. Keçək 22-ci testimizə. The curtain rose and we came in. Burada da passive voice hansında olar onu soruşur. 22-cinin testin birincisi düzgün deyil. Active voice da qalır. Passivə çevrilmir. Çünki cümlənin tamamlığı yoxdur. 1 çıxır. The workers raised the curtain. 2 qalır. Çünki workers subjectdir. Curtain isə objectdir. Biz əgər passive voice çevirməliyiksə cümləni bizdən soruşur ki, hansılar çevrilir? Mütləq şəkildə cümlələrdə mübtəda və tamamlığı tapmalıyıq. Əgər bir cümlənin mübtədası və ya tamamlığı yoxdursa, o cümlə qəti şəkildə passive voice çevrilmir. Məsələn, birinci cümlədə olduğu kimi, birinci cümlənin mübtədası var, amma tamamlığı yoxdur, çevrilmir. Üçüncüyə baxırıq. She has already laid the documents on the table. Düzgündür, bu da çevrilir. She mübtədadır, documents isə tamamlıq. 4-də isə 4-cü cümlə çevrilmir. He lay on the sofa and began reading. Cümlədə mübtəda var, yer zərfi var, lakin object yoxdur. Ona görə 4 desək. Düzgün cavab olur 22-də 2 və 3. Keçək 23-ə. People say Istanbul is one of the world's most interesting cities. Burada da hansılar can be changed. 23-də çevrilə bilər, onları soruşur. İnsanlar deyir ki, İstanbul ən yaxşı şəhərlərdən biridir.
Burada cümlənin mübtədası people, tamamlığı isə Istanbul is one of the world's most interesting cities olur. Mübtədanın tamamlığın yerini dəyişərək deyə bilirik. İstanbulun böyük şəhərlərdən biri olduğu insanlar tərəfindən deyilir. Bu formada tərcümə olunur, passive voice-a çevriləndə. Sonra, deməli, birinci cavabımız düzdür. İkinciyə baxırıq. I have been working since morning. Bu olmur, çünki cümlənin tamamlığı yoxdur. 2 çıxdı. 3. The authorities will make him pay all his debts. 3 düzgündür. The authorities olur cümlənin mübtədası. Him olur. Həm him, həm də all his debts olur cümlənin tamamlığı. 1 düzdür, 3 düzdür. When I turn 30, I will have been married for 5 years. Burada da tamamlıq yoxdur, 4-də çıxır. She is cleaning the house from bottom to top. 5-də düzdür. Düzgün cavabımız olur 1, 3, 5. Aha, baxaq 24-cü sualımıza. Burada da passive voice çevrilə biləcək olan cümlələri soruşur. The teachers told the parents that all the students were able to pass the exam. Cümlə mübtədası teacherdir, tamamlıq isə topdan sonra gələn hissədir. Buna görə də cümlə passive voice çevrilir. 1 düzdür. Qeyd edək ki, 1 düzdür. 2. She might warn us she was going to stay out all night. She mübtədadır, as tamamlıqdır, dəyişdikdə passive voice olur. When she saw him off, she became sad. Burada da she mübtədadır, him tamamlıqdır, burada dəyişiklik olur. Keçək digərlərinə baxaq. We are lacking 3 members of staff due to illness. Bu cümlə passive voice çevrilmir. Nəyə görə? Çünki lack və 5-cidə də lose sözü var. Lack və lose feilləri intransitive verbslərdir. Özlərindən sonraki isimlərə təsir göstərmirlər. Həmin anlıq bir mənanı kəsb edirlər. Bu feillərlə olan cümlələr passive voice çevrilmir. Ona görə də 4-də, 5-də yanlışdır, çıxır. Düzgün cavabımız olur 1, 2, 3. Sonra keçək 25-ci testimizə. 25-də soruşur bizdən hansı cümlələr düzgün passive voice-da yazılır. Fortunately, everyone was rescued when a tourist vessel hit a rock. Bu düzgündür. Everyone was rescued. 1 düzdür. 2. The old generation should be respected by the young. 2-də düzdür. Are they pay much for working hard? 3-də düzdür. To be var, past participle var. The paints bought by you are not enough to make a good picture. Bu cümlə passive voice deyil. Nəyə görə? To be-dən sonra enough gəlib. Enough da kifayət qədər deməkdir. Feil deyil. Buna görə də to be-dən sonra mütləq past participle gəlməlidir. 4 çıxır. Though Sally was talented, she couldn't make a successful career. Bu da adi active voice olan cümlədir. Bu da çıxır. Qalır düzgün cavabımız 1, 2, 3. Baxaq 26-cı testimizə. Was being tested, wouldn't be allowed, are being painted. Bu formada buradan tekst açaq. Baxaq. The engine just when the manager saw it. Baxırıq, ikinci hissə keçmiş zamanda. Demək, biz buradan keçmiş zamana aid olan birini seçməliyik. Engine mühərrikdir. Mühərriyi biz test edə bilərik. Qoyuruq was being tested yerine. The engine was being tested just when the manager saw it. Birincimizin cavabı, birinci cümlənin cavabı olur A variantı. Burada əsas uzlaşmaya baxaq ki, cümlədəki digər zamanlarla yerinə qoyacağımız zamanlar uzlaşsın. Deməli, ikinci B variantına baxırıq. After the window pane, someone smashed the window again. B variantına uyğun bir cümlə yoxdur. Don't switch off the computer. New updates. No more. Bunların da heç biri uyğun gəlmir. Nə 2, nə 3. D-yə baxırıq. Where have you been so long? Sən uzun zamandır hardaydın? You wouldn't be allowed to arrive so late if you worked for me. Əgər mənim üçün işləyirsənsə, sən mənə icazəsiz bu qədər gec gəlməməlisən.
2-də düzgün cavabımız olur D variantı. 3-də isə are being painted. All the rooms are being painted at moment. I'll take us 2 or 3 days. It will take us 2 or 3 days. Üçüncümüzün də cavabı olur Y variantı. Keçək 27-ci və sonuncu testimizə. Is being cleaned, had been presented, were ordered. Demək, biri indiki sayda, biri indiki keçmiş bitmiş, bir də keçmiş sayda zamandan. Your room will be available at 10 o'clock. It's being cleaned. Hal-hazırda təmizlənir. 1 olur A. 2. Had been presented. Had been presented nə deməkdir? İştirak etmiş, var olmuş deməkdir. Baxırıq, bir qoyaq görək yerinə hansı uyğun gələr. My niece on business trip 2 days ago. Ago deyirsə, ikinci olmaz, had been olmaz. Çünki zaman zərfləri uyğun gəlmir. He accepted the price which had been presented to him. Ona təklif olunmuş hədiyyəni qəbul etdi. Ona verilmiş hədiyyəni qəbul etdi. 2 olur C. 3-ə baxırıq və ordered nədir? Order təklif etməkdir və keçmiş zamandadır. The guests were ordered to leave the building immediately. Təklif etdilər ki, qonaqlara binanı tez bir zamanda tərk etsinlər. Üçüncünün də cavabı olur D variantı. Bu günlük bu qədər. Passive voice bölməsinin sonuna çatdıq. Hər hansısa bir sualınız, təklifiniz varsa şərh bölməsində qeyd edərsiniz zəhmət olmasa. Növbəti videolarda görüşənədək. Hələlik.